Причому в усіх кімнатах. Ukrayna prezidenti Volodymyr Zelenskinin qaldığı bunkerlərinin yeri müəyyən olunub. Onun ən azı 6 sığınacağının olduğu deyilir. Bunkerlər ölkənin fərqli ərazilərində yerləşir. Əsas bunker Kiyevdə, prezident administrasiyası binasının altındadır. Oradan parlament və hökumət binasına keçid var. Digər bunker keçmiş Arsenal zavodunun altında yerləşir. Karpat hərbi dairəsinin yeraltı rabitə bunkerinin də Zelenski üçün hazırlandığı haqda iddialar var. Onun tərkibində Arpat xətti adı ilə tanınan rabitə şəbəkəsi mövcuddur. Təqribən 700 kilometrə qədər olan yeraltı keçid sözgedən bunkerlər arasında gediş-gəliş üçün nəzərdə tutulub. Həmçinin İvano-Frankivsk vilayətinin Delyatın şəhərində SSR dövründə atom silahlarının saxlandığı yeraltı ambarda Zelenskinin istifadə edə biləcəyi yeraltı məkanlardandır. Bu obyektlərin dağların dərinliklərində yerləşməsi, üstəlik qaya və betonla qorunması təhlükəsizlik baxımından əlverişli hesab oluna bilər. Zelenskinin məxfi iqamətgahları var. Kiyevdə prezident administrasiyasının yanında, eləcə də Qərbi Ukraynada bunkerlər var. Onlar güclü şəkildə qorunur və yerləşdiyi ərazi baxımından da əlverişlidir. Zelenski həyati təhlükəsinin fərqindədir və buna görə etibarlı sığınacaq axtarır. Çünki başa düşür ki, hər an sui-qəsdə məruz qala bilər və özündən başqa heç kim buna çarə tapa bilməz. Bu bunkerlər elə qurulub ki, Ukrayna lideri təhlükə zamanı bir-birinə bağlı olan yeraltı tunellərdən istifadə edərək asanlıqla yerini dəyişə bilər. Onlar metronu xatırladan yeraltı dəhlizlərdən ibarətdir. Həmçinin sığınacaqlar avtonom həyatı təmin edən sistemlərlə təchiz olunub ki, bu da ən çətin şəraitdə belə ora müdaxiləni faydasız edər. Sığınacaqların çoxu SSR dövründə tikilib və əsasən ciddi təhlükə anlarında istifadə üçün nəzərdə tutulub. Lakin Zelenskinin artıq bir müddətdir sığınacaqlarda yaşadığı iddia olunur. Ukrayna prezidenti Kiyevdə qaldığını nümayiş etdirən video mesajlar yaysa da, onun lentə aldığı videoların bir qisminin sözgedən sığınacaqlarda çəkildiyi bildirilir. Bu da prezidentin həyati təhlükəsinin olduğuna işarədir. Lakin politoloqlar sığınacaqların onu yalnız müvəqqəti şəkildə qoruya biləcəyini, ölkədə qaldığı müddətdə Zelenskinin xilasının az olduğunu ehtimal edirlər. Zelenskinin Ukrayna ərazisindəki bunkerlərdən hər hansı birində təhlükəsiz sığınacaqda çox qala biləcəyini düşünmürəm. Bu, onu yalnız raket hücumlarından qoruya bilər. Sığınacaqların bir-birinə bağlı olması onlar arasında hərəkəti asanlaşdırsa da, hücum zamanı onun tapılmasını daha da asanlaşdıracaq. Buna görə nə qədər ki Ukraynadadır, onun təhlükəsizliyinə tam zəmanət vermək çətindir. Zelenskinin şəxsi təhlükəsizliyini Ukraynalı deyil, Britaniya kəşfiyyat xidmətlərinin təmin etməsi də maraq doğuran detallardandır. Bu, onun ölkənin təhlükəsizlik xidmətlərinə güvənmədiyi, həmçinin xəyanətə uğramaqdan narahatlıq duyduğu fikirlərini yaradıb. Özünü təhlükədə hiss edən Zelenskinin təhlükəsizlik tədbirlərini artırmaq üçün hansı addımlar atacağı maraqla gözlənilir.